mağazada satılan turşuların eyni dadı, hətta daha gözəl. İndi gəlin o xırt-xırt səsi eşidək. Dişləyirsən. Bu səsə baxın. Ağzınız sulandı, elə deyilmi? Həqiqətən də 2-3 günə yeyilməyə hazır olan turşu resepti ilə sizə gəlmişəm bu səfər. İnanın ki, dadı çox gözəldir. İlk dəfədir öz əllərimlə turşu qoyuram. Həmişə turşunu evdə anam hazırlayardı. Bu dəfə dedi, qızım sən elə, sənin əlindən turşu dadaq. Mən də əlimə nə keçdisə, kök, çuğundur, xiyar, biber, hamısını yığdım bir yerə və başladım turşunu hazırlamağa. Əslində əlinizdə olan tərəvəzlərdən rahatlıqla evdə hər biriniz turşu hazırlaya bilərsiniz. Marketə qaçmağa da ehtiyac yoxdur deyə düşünürəm. Özünüz evdə olan əlinizə keçən ərzaqlardan hazırlaya bilərsiniz. Amma mən marketə üst tutdum, çünki bəzi məhsullar evdə yoxdur. Çuğundur olmazsa olmazıdır. Mən qırmızı turşunu sevirəm. Çuğundurda rəng qatır. Düzdür, dadına heç bir fərqli qatmasa da mən heç bir fərqli hiss eləmirəm. Amma rəng qatır. Eyni zamanda kökü turşuda olmazsa olmaz məhsullardan biri hesab edirəm. Çünki dadı turşu halında çox ləzzət eləyir. Həm xırt-xırtı, həm dadı çox gözəl olur. Eyni zamanda xiyarı da sizə xatırladım ki, xiyar bildiyiniz, yəni xırt-xırt qalır mənim bu turşu reseptimdə. Sonda reseptini hər kəsə deyəcəm, necə edirəm. Tökürəm qəşəng hamısını bir qaba, duzluyuram. İri süt dənələrlə istifadə edirəm. Lavro və petruşka üzərinə qoyuram. Sirkə tökürəm bura 3 stakan. Mağazada satılan sirkələrdən istifadə etmişəm mən. Yəni özəl heç bir sirkə istifadə etməmişəm. 3 stakan tökürəm sirkəni və mən turşunu isti su ilə etdim. Burada anam deyir bismillah. Keçmiş qadınların adətidir. İsti suyu tökəndə deyirlər bismillah. Burada artıq hazırdır. Cəmi 2 günə nəticə möhtəşəm. Son göz qabağındadır. Qızlar, abunə olun, videomu bəyənin. Sağ olun.